İnsan açıq potensialdır. Ya inkişaf eləyəcək, ya alçalacaq, səviyyəsizləşəcək. Diqqət yetirin, təfəkkür dərəcəsi insanın mahiyyətini müəyyən etmir. Əgər birinin səviyyəsizliyini onun mahiyyəti kimi qəbul eləsək, bu halda o insana qıcıqlanacağıq, nifrət eləyəcəyik, cəzalandırmağa və aşağılamağa çalışacağıq. Amma başa düşsək ki, həmin insanın mahiyyəti yüksəkdir, sadəcə təfəkkür dərəcəsi aşağıdır, onda biz nə edəcəyik? Belə bir insanın təfəkkür səviyyəsinə enərək, onu anladığı bir dildə danışaraq daha yüksək dərəcəyə dəvət eləyəcəyik. Arxeoloqlar necə işləyir görmüşük, yerin dibində hansısa bir əşya tapdıqda onu ehtiyatla, fırça ilə, incə-incə saatlarla təmizləyirlər. Torpağı və qumu elə silirlər ki, əşya sınmasın, qırılmasın. Palçığın içindən bu əşyanı ehtiyatla qaldırıb muzeylərimizə qoyuruq. Daha sonra pul verib növbəyə dururuq ki, bu sənət əsərinin həqiqi mahiyyətinə, dəyərinə və gözəlliyinə tamaşa eləyək. Eynilə biz səviyyəsiz, alçaq, çiklənmiş insanları ehtiyatla, incə-incə təmizləməliyik. Onları qırmadan, incitmədən, əzmədən. Çünki yerin dibində aldıqları bu infernal hal onların həqiqi mahiyyəti deyil. Sadəcə təfəkkür dərəcəsinin verdiyi nəticədir. Onların ali versiyası yox, əksinə infernal versiyasıdır bu.